CBS FM-də 102.7 tezliyində mədəniyyət dalğası efirdədir. Aparıcınız mənəm, Şahin Tayfun. Bugün, yəni 12 dekabr ümumi milli lider Heydər Əliyevin anım günüdür. Elə biz də bugünün mənəvi yükündən, ümumi milli lider Heydər Əliyevin ölkəmizin mədəniyyətinə göstərdiyi misilsiz qayğıdan danışacağıq. Heydər Əliyev yalnız siyasi lider deyil, həm də milli kimliyimizin, mədəni irsimizin ən böyük himayədarlarından biri idi. Bugün studiyamızın qonağı Ulu Öndərin həyat və fəaliyyətini uzun illərdir araşdırmalar həsr edən, onun şəxsiyyətini çoxsaylı kitablarla xalqa daha yaxından tanıdan Azərbaycan Respublikasının xalq yazıçısı, jurnalist, bədii tərcüməçi, ədəbiyyatşünas Elmira Axundovadır. Elmira xanım, xoş gördük, xoş eşitdik sizi. Çox sağ olun, çox sağ olun. Minnətdaram sizə. Elmira xanım, Heydər Əliyevin Azərbaycan mədəniyyətinə verdiyi tövhələri hər birimiz bilirik, amma sizdən bir daha eşitmək istəyirəm. Bunu necə qiymətləndirirsiniz? Onun rəhbərliyi dövründə mədəniyyət sahəsində hansı əsas nailiyyətləri xüsusi qeyd eləmək olar? Çox sağ olun, gözəl sualdır. Ümumiyyətlə bu mövzu mənim üçün çox əziz mövzudur. Çünki özüm mən ədəbiyyatçıyam dediyiniz kimi, özüm xalq yazıçısıyam. Bəli. Ona görə bu mövzuya daha çox diqqət yetirirdim və mənim əvvəl 2013-cü ildə çıxan 7 cildliyimdə Heydər Əliyev şəxsiyyət və zaman demək olar ki, hər bir kitabda bax Heydər Əliyev və yaradıcı ziyalılar fəsli var idi. Təsəvvür edirsiniz. Və mən nə deyə bilərəm? Mən deyə bilərəm ki, Sovet dövründə ağır dövrdür. Bizim mədəniyyətimiz, ümumiyyətlə bizim yox, Sovet İttifaqında mədəniyyət çox güclü nəzarət altındaydı. Dövlət ideologiyasının bir qolu idi. Və diqqət də var idi və xeyirxah işlər də var idi. Amma məsələn Rusiyada dissident yönlü bir insanlara götürək elə Vasiliy Aksyonov, Soljenitsin, Rostropovich və başqa insanları onlar təqib olunurdular. Onlar hətta ölkələrdən xaric edilirdilər, biz bilirik bunu və Sovetlərin düşmənlərinə çevirirdilər. Heydər Əliyevin siyasəti tam başqa idi. O, yazıçılarımıza xüsusən çox böyük diqqət yetirirdi. Onlara hər tərəfli köməklər eləyirdi. Onlar üçün yazıçı nəşriyyatı açdı. Onlar üçün yaradıcılıq evi şübhələndə tikdi və ilaxır və s. Amma eyni zamanda azad fikirli bir yazıçıları da müdafiə elədi. Bəli, çünki həm yaşlı yazıçılar arasında konservatorlar var idi. Rus dilində demişkən, bizim dilimizdə mühafizəkarlar var idi. Və mənə Mövlud Süleymanlı danışırdı çox maraqlı əhvalatı ki, o Dəyirman əsərini çap elətdikdən sonra ona qarşı hücumlar başladı. Deyirlər ki, antisovet bir romandır, onu deməli qadağan eləmək lazımdır. Mən görürdüm ki, bəs hər tərəfli mənim tərəfimdə halqa sıxlaşır. Və o vaxtı məni İmran Qasımov çağırdı, Yazıçılar İttifaqının birinci katibi və dedi ki, Heydər Əliyev sənin deməli povestindən maraqlanıb və dedi ki, mənə onu göndərin. Bəli. Onu deməli göndərəndən sonra bir həftədən sonra İmran Qasımov yenə də Mövludu çağırır və deyir ki, Mövlud, Heydər Əliyev dedi ki, bu yaxşı bir əsərdir, amma biraz müəllifin həyata tünd baxışını düzəltmək lazımdır. Qoy biraz belə də pessimist olmasın, başqa əsərlər də yaratsın, amma ona imkan verin ki, yaşasın, yaratsın və heç bir şeydə toxunmayın. Və bundan sonra mənim yaradıcılığım davam etdi, o məni xilas eləmişdi. Belə misallar çox gətirmək olar. Heydər Əliyev, Rüstəm İbrahimbəyev, Maqsud İbrahimbəyev o vaxt onlara da qarşı Anarı, Elçini müdafiə elədi və Heydər Əliyevin sayəsində Azərbaycan ədəbiyyatında və Azərbaycan kompozitorluq məktəbində və başqa sahələrdə, mən kinoları demirəm, kino onun sayəsində böyük tarixi filmlər çəkib, Babək kimi, Nəsimi kimi, Nizami kimi çox uzaq görən siyasət aparırdı. Bax, onun sayəsində bizim deməli mədəniyyətimiz dirçəldi, püxtələşdi və böyük yüksəklərə qalxdı. Və bu hamı bax deyir ki, onun xidmətləri mədəniyyət, kino qarşısında və s. misilsizdir. Elmira xanım, çox doğru vurğuladınız. Həmçinin də Heydər Əliyev Azərbaycan incəsənət xadimlərinin beynəlxalq səviyyədə tanınmasına da dəstək olub. Məsələn, Sovet dövründə bir çox sənətkarı SSR səviyyəsində yüksək mükafatlar alması məhz Ulu Öndərin təşəbbüsü idi. Yaxşı ki dediniz, bəli.
bir dəfə deyəsən o kimisə təqdim eləmişdi və siyasi büro üzvü məşhur Suslov ona demişdi ki, hayır siz nə qədər bu sosialist əmək qəhrəmanı vermək istəyirsiniz? Heç bizdə Rusiyada bu qədər yoxdur. Bu da dedi ki, indi sizdə Rusiyada var, yoxdur, mən bilmirəm, yəqin var. Amma biz öz sənətkarlarımıza çox yüksək qiymət veririk və istəyirik ki, onlar bizdə böyük bir təltiflərlə təltif olsunlar. Mən hələ Xuraman Qasımova danışırdı, Fidan Qasımova. Fidan Qasımova 30 neçə ili var idi, SSR xalq artisti verdi. Nail oldu Heydər Əliyev. Bu misilsiz şeydir, bilirsən. Hələ o yox, Müslüm Maqamayeva götür, Arif Məlikov və sair və Tahir Salahov ondan qabağı idi. Amma hamısına o SSR dövlət mükafatı, Rüstəm İbrahimbeyevin İstintaq filminə SSR dövlət mükafatına almağa bu nail oldu Heydər Əliyev. Və belə epizodlar çoxdur. Və ona görə onlar da çox minnətdar oldular Heydər Əliyevə və müstəqillik dövrü gələndə ona müdafiə və onun arxasında durdular. Necə deyərlər, loru dilində onu satmadılar. Onun başqa həm məsləkdaşları kimi kim ki oyuna işləyirdi onu satdılar axı. Ona döndülər qarşı. Amma yaradıcı ziyaların heç biri ona qarşı dönmədi. Elmirə xanım, Heydər Əliyevin əsasını qoyduğu bu yol, mədəni siyasət bu gün də davam etdirilir. Bugün onun bu yolunun davamçısı kimi Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinə olan tövhələrindən bəhs etmək istəyirəm. Onlar da göz qabağındadır. Bircə misal gətirim. Bu yaxınlarda bizdə yaradıcılıq evi var idi. Sonra 90-cı ildə bizim qərarımızla, mən də o vaxtı Yazıçılar İttifaqının katibi idim. Biz o yaradıcılıq evi verdik qaçqınlara, Şuşadan gələn qaçqınlara. Və onlar orada 20 ildən çoxdur yaşadılar. Və qələbədən sonra biz sual qalxdı ki, bax, onlar gedirlər Şuşaya, Şuşada azaddır. Onları deməli yerləşdirirlər öz doğma yurtlarında. Və İlham mənim söz verdi ki, bizə nəinki Şüvəlanda, başqa yerlərdə də yaradıcılıq evləri tikəcək. Bu yazıcı üçün su, hava kimi lazımlı olan il. Və əvvəl Şabranda tikdi bizə. Kompozitorlar, biz, rəssamlar hərəmiz 10 dənə evcik orada. Yiyəyik və gedə bilərik. 10 gün, 15 gün qala bilərik. Tam pulsuz, parasız. İndi də bu yaxınlarda bizim Şüvəlanın yaradıcılıq evi bərpa olundu. Təzədən demək olar ki, gözəl təmir olundu və bizə artıq verildi. Elmirə xanım, tək bunu deyirəm, başqa isə böyük bir ənənə deyirsən davam eləyir. Deməli, Heydər Əliyev 90-cı illərin əvvəlində mədəniyyət xadimləri çox ağır durumda yaşadığı zaman o, deməli, bizim Yazıçılar İttifaqımızı, Rəssamlar İttifaqını dövlət büdcəsinə götürdü. Dövlət büdcəsinə və bizim 5 dənə ədəbi, bədii jurnal və qəzet dövlət büdcəsinə çıxmağa başladı. Və İlham müəllim gələndə hakimiyyətə bu ənənəni kəsmədi, davam elətdirdi və indi də artıq gör 25 ildir bizim jurnal Ulduz, Qobustan, Azərbaycan, ədəbiyyat qəzetləri gözəl çıxır dövlət büdcəsi hesabına. Kimsə mən deputat olanda qaldırırdı bu məsələni, istəyirlər ki, bunun deməli biz dayandıraq. Amma İlham müəllim qoymadı. Elmirə xanım, uzun illərdir araşdırma aparırsınız bu mövzuda. Uzun illərdir əsərləriniz var. İctimaiyyətə də təqdim olunub, hətta təqdim olunmayan bura üçün bir xüsusi bir əsəriniz də var. İstəyərdim bir balaca ondan danışaq. Sizin bu dəfəki kitabınızın cildi hansı dövrü, hansı hadisələrə əhatə eləyir? Çox sağ olun. Deməli, mən bu mövzunu daim işləmişəm, izləmişəm, amma Heydər Əliyevin deməli 100 illik keçəndə mən çox gözəl kitab o vaxtı 2023-cü ildə çap elədim. Zərifə və Heydər Əliyevlər əbədi yaşar məhəbbət. Artıq bu bir neçə dildə xaricdə də çıxıb və mən çox böyük sevinclə qeyd eləmək istəyirəm ki, mənim bu mövzuda yeni kitabım bu illəri Ukraynada çıxıb. Zarifat Heydər Əliyev. Ukrayna dilində. Görün necə gözəl, nəfis şəkildə çap olunan kitabdır. İçərisi də gözəldir. Mənim dostlarım, deməli, Dünya Ədəbiyyatı jurnalının baş redaktoru Dmitro Drozdovski bunu tərcümə eləyərək çap eləyib Ukrayna dilində və Kiyevdə artıq təqdim olunub. Təsəvvür elə, Kiyevin ortasında. Allah onlara can sağlığı versin, müharibə tezliklə Ukraynada qutarsın.
Və mən fikirləşdim ki, bu mövzu ayrıca mövzudur. Bəli. Bilirsən? Və mən başladım araşdırmağa. 7 cildimdə nə var, hansı söhbətlər var bu mövzuda və dəhşətə gəldim ki, sən demə məndə nə qədər material var. Mən axı onu 15 ildir toplamışam. 250 məndə həm söhbətim olub, Moskvada, burada, orada. Mən başladım onları yığmağa. Və bir kitaba da sığmayıb 2 kitab alındı. Adı belədir. Sizin aranızda ən böyük dissident mən idim. O Heydər Əliyevin öz sözləridir. Yarınbaşlıqda Heydər Əliyev və yaradıcı ziyalılar. Sırf bizim bugünkü mövzumuz. Bəli. Bu kitab birinci cildi nədən bəhs eləyir? Mənim müəllif yazılarımdır. Heydər Əliyevin bütün həyat mərhələlərində mədəniyyətə olan münasibəti. Gənclik, KQB dövründə çox maraqlı bir illər idi ki, o da o vaxtı başlanıb onun yaradıcı ziyalılarla münasibətləri. O vaxtda Rəşid Beybutovla dost olub, Tahir Salahovla dost olub, başqa yaradıcı insanlarla görüşüb, Rüstəm İbrahimbeyevlə tanış olub. Sonra isə ikinci cild daha böyük cilddir. Burada isə mənim 25 ya 27 idi müsahibələr durur. Eksklüziv müsahibələr. Bu insanların yarısından çoxu artıq dünyasını dəyişib. Elə bax Rüstəm, Maqsud, Tahir Salahov və s. Amma bu kitabda onlar canlı kimi danışırlar, söhbət eləyirlər və çox maraqlı eksklüziv epizodlar mənə danışırlar. Çünki onlar sərbəst insanlardır, yaradıcı insan hər şeydən danışa bilər, çəkinmirlər, o məmurlar deyirlər və mənə çox maraqlı, hərə bir-birinə bənzəməyən, oxşamayan bir məsələlər qaldırdılar və mən Mədəniyyət Nazirliyinə çox minnətdaram. Çünki bu kitabın sponsoru, bu kitabı maliyyə dəstəyi Mədəniyyət Nazirliyidir. Bu onun layihəsidir, Mədəniyyət Nazirliyi. Həm rus dilində çıxıb keçəndir, həm də bu təzə çıxan kitab onların layihəsidir. Mən bunlara çox hədsiz minnətdaram. Çünki görün necə nəfis şəkildə çap olunur. Axı bu çox bahalı bir nəşrdir. Bunu mən hər adam çap eləyə bilməz özü. Bu bahalı bir şeydir. Məsəl üçün bunun bir cildi 10 minə dəyər. Amma bunun da 500-ü, 1000-i. Bu çox bahalı şeydir. Adil müəllimə çox böyük minnətdarlıq bildirirəm buna görə. Belə, dəqiq kitablar unikaldır. Allah qoysa onlar indi kitabxanalara gedəcək. Mən indi onları təqdim eləyəndən sonra təqdimat olacaq elə. Bizdə bu günlərdə təqdimat olacaq. Və artıq həyatsevərlər də mən inanıram ki, yenə də çap eləyərik, çünki əlbəttə ki, nə 500, nə 1000 nüsxə az eləyər bütün respublikada. Dövlət mədəniyyət ocaqları çoxdur da bizdə. Ona görə mən istərdim ki, bu 2-3 min tirajla çıxsın və bütün mədəniyyət bizim təşkilatlarımızda bu yer tutsun özünə. Elmirə xanım, ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinə verdiyi tövhələr hər kəsə məlumdur, hər birimiz bilirik. Amma bir kitab yazılırsa orada xüsusi, daha dərin, üzdə olmayan mövzulara toxunulur və bu kitabda geniş ictimaiyyətə məlum olmayan, mediada yer almayan hansı mövzulara, hansı məlumatlar var bu kitab? Çoxlu elə-belə məlumatlar var. Mən özüm məsəl üçün fəxr eləyirəm ki, mənim ən böyük xidmətim yazıçılar qarşısında və Heydər Əliyev qarşısında o olub ki, mən 1991-ci ilin mart günlərində, fevralın axırında, martın əvvəlində Heydər Əliyevlə əlaqə saxlayırdım. O vaxt o Ali Sovetin sessiyasına gəlmişdi və Ali Sovetin sessiyasında ona qarşı çox böyük hörmətsizlik eləmişdilər. Və Heydər Əliyev çox məyus idi, çox qəmgin idi, biz danışırdıq bu barədə. Mən onun evinə gedirdim, o Cəlal Əli üçün onun qardaşının evində yaşayırdı. Mən onu axtarıb tapırdım və biz söhbətlər eləyirdik bu barədə. Mən fikirləşirdim ki, necə eləyər ki, biraz könlü açılsın. Bu zaman mənə zəng elədilər ki, səni gözləyir Yaşlılar İttifaqında dəvətnamə alasan, qurultayımız gəlirdi. Qurultay gəlirdi, 8-ci idi, 7-ci idi. Deməli, mən getdim Anarın kabinetinə, birbaşa Anar müəllim oturmuşdu, Çingiz Abdullayev. Və birdən mənim ağlıma nə gəldi? Dedim ki, Anar müəllim, bəlkə biz Heydər Əliyevi dəvət eləyik qurultaya. Təsəvvür eləyirsən, Anara bu sözü deyirəm. Anar da bilir ki, Mütəllibov bu kişiyə qarşı mənfi münasibət, hamı ona qarşıdır. Biz də onu qurultaya dəvət eləyək. Bu Anarın çox böyük şücaəti idi. Və Anar da necə deyirlər, yaradıcılı insan idi. Yaradıcı ziyalı idi. Həm də Heydər Əliyevə böyük münasibəti var idi. Deyir eləyək. Dərhal, heç soruşmadan, heç kimə zəng eləmədim. Çünki
Düzdür, inkar eləyəcək. Deyəcəklər ki, yuxarıdan ki, yox, dəvət eləməyin. Düzdür? Heç kimə zəng eləməyin. Heç kimdən su dedi, olar. Bəs necə onu dəvət eləyək? Dedim ki, mənim əlaqəm var Bakıda deyin. Hə, özüm yazdım elə dəvətnaməni, getdim Heydər Əliyevin yanına. Baxdı o yan bu yanı, o da müdrikin sanı dedi. Deyir, qulaq as Elmira, bunu sən dəvət eləyirsən məni, ya anar dəvət eləyir. Heç inanmadı. Yazıq kişi o vaxt o qədər də onun qarşısına hücumlar olur. Heç inanmadı ki, anar onu dəvət eləyir. Deyirəm, yox, mən kiməm, mən necəsi dəvət eləyə bilim. O da Yazıçılar İttifaqının sədridir, o sizi dəvət eləyir. Yox, sən get bir də soruş, gör, müdrikliyinə bax. Bir də zəng elə, ya soruş, yadımda deyir, getdim ya zəng elədim ki, o məni doğrudan mı gözləyir orada, ya da hörmət xatirinə. Bilir ki, mən gəlməyəcəyim, ona görə hörmət xatirinə bunu göndərir. Amma mən istəyərdim gələm yazıçılarla görüşə. Çoxdan ki, onlarla görüşmürəm. Mən də yenə də bir kuryer kimi işlədim o günləri. Getdim Anarın yanına. Anar, mən bu kişi tərəddüd eləyir, deyir ki, belə. Adı yox, deyilən ki, ürəklə onu dəvət edirik və onu gözləyirik. Biz istəyirik ki, o gəlsin. Görək, Anarın doğrudan xeyirxahlığına. Yenə də getdim, yadımda 20 neçə, 30 il keçib. Dedim, Hedəç, onlar sizi gözləyir hamısı, məmnuniyyətlə. Və Hedəç gəldi, Filarmoniyadaydı qurultayımız. Gəldi, gör onun yazıçılar necə qarşıladılar, necə onu öpdülər, bağrına baxsılar, yüksək yerdə otuzdurdular, hətta tribunaya da qaldırmaq istəyirdilər. O da dedi ki, mən sizə deyir, uzun illərdir yuxarıdan aşağıya baxmışam. İndi icazə verin ki, bir dəfə aşağıdan yuxarıya baxım sizə. Və getmədi, zalda oturdu, bizi ilə axıracan gün qutardı, o onda çıxıb getdi. Belə və bu isti qarşılama, isti sevgi ki o hiss elədi. Orada 100-200 yazıçı var idi. Bütün elə bir Respublikanın görkəmli yazıçıları oradaydı. Hətta Bayram Bayramovdan da o götürdü və onlar danışdılar. Bu görüş, dönüş oldu onun mənəvi şeyində. O başa düşdü ki, o Respublikada hörməti var. Lazımdır Respublikaya. Mənə elə gəlir ki, bax, getdi o Naxçıvana və bundan sonra onun mənəvi dirçəlişi başladı. Mən də fəxr eləyirəm ki, mən bunun biraz da olsa baiskarıyam. Bax, belə epizod mən sizə, sənə danışdım. Nadir epizoddur. Bəli. O ki, qaldı başqa epizodlara, burada kim oxuyacaq, belə epizodlara çox rast gələcək. Gülməli epizodlar, dramatik epizodlar. Fərxad Badalbəyli mənə maraqlı danışırdı. Parijə getmişdi. Fidan, Xuraman və mən. Bizi də aparmışdı ki, biz orada öz məharətimizi göstərək də, oxuyaq, çalaq. Amma bizə dedilər ki, birinci gün görüşlər olmayacaq. Mən də getdim də, biz getdik Rafael Allahverdiyevlə kimsə, getdi biraz gəzdi şəhərə, yeyib içmək. Amma qızlar qalmışdılar, Fidan və Xuraman qaldılar nömrədə. Birdən Heydər Əliyevin görüşü внезапно tutdu da, o hansısa bir Baranesanın yanına getməli olmuşdu, şəxsi qonaq kimi. Axtardı Fərxadı, axtardı qızları ki, onlar bu ilə gəlsinlər. Fərxadı tapa bilmədilər, o vaxt mobil telefonlar yox idi, axı 95-96. Qızları apardılar və orada Fərxad danışır. Xoş təsadüfə görə. Orada pianino olmayıb. Tüs mən olsaydım da orada çala bilməzdim. Amma qızlar, nə deyirlər ona? Və belə də oxudular. İfa ediblər. İfa elədilər, pianosuz. Səhərisi gün mən başlayır Hedəçdə anlamağa ki, bunlara bax, mən onları işləməyə gətirmişim, bunlar da keyf çəkirlər, belə də zarafatla. Və sonra hardasa biz çörək yeyirdik, belə abed idi, gördüm zalda royal var. Mən getdim, o ki var çaldım və Heydərin könlünü aldım, bugün də biz belə barışdıq bundan sonra. Ya da Rasim Balayev çox maraqlı epizod danışır. Deməli, onu əvvəl o Babəkdə deyəsən çəkilmişdi. Yox, əvvəl deyəsən Nəsimidə. Bəli. Sonra Babək gəldi. Babəkə də bunu görürdü də, Eldar Quliyev bunu görürdü. Hamı da protiv idi. Amma Heydər Əliyev dedilər, rejissor deyir ki, mən onu ancaq bu rolda görürəm. Bu da deyir, cavan da axı, həm də o Nəsimi rolunu oynayır, Babəkə oynaya bilər. Və birdən rejissor deyəsən Eldar Quliyev idi. Çağırır Rasimi, deyir, bax, Heydər deyir ki, çəkirsən çək, sən məsuliyyətə. Amma Rasim Balayev biraz kökəldi. Sən onu hardan görmüsən? Rasim deyir, ay, Eldar, mən birinci katiblə harda görüşə bilərəm? Heç yerdə görməmişəm onu, nə danışır? Yox, deyir, axı sən kökəl. Bu da doğrudan 10 kilo kökəlib.
Hardan görüb? Başladım fikirləməyə, başımı sındırmağa. Birdən mənim yadıma gəldi ki, bir ay qabaq mən uşağı məktəbə aparırdım. Mən də yaşayırdım Gənclikdə rezidensiyanın qabağında, yanında. İqamətgahın yanında da prezident Gənclikdə yaşayırdı. Və birdən bizi saxladılar. Mən də prexodda dayanmışdım. Birdən Heydər Əliyev maşını keçdi. Bir saniyə bizim qabağımızda elə bir kak saxladı, getdi. Bax, o vaxtı mənə görə bilərdi. Bu yağış altında, çiskin altında. Bu hardan gördü ki, mən deyir, kökəlmişəm. Heydər Əliyev gör necə müşahidə qabiliyyəti var. Çox maraqlı epizodlardır. Çox. Belə epizodlar yüzlərcəndir burada. Onu oxumaq lazımdır. Çox şey açacaqsınız özünüz üçün. Heydər Əliyevlə şəxsən görüşmüş, şəxsən görən bir insansınız. Onunla yadda qalan ən maraqlı xatirəniz, görüşünüz hansı olub? Çox olub. Mən nəinki görüşmüşəm, mən onu ilə demək olar ki, işləmişəm. Çünki 94-cü ildə birinci dəfə məni prezident pula saldı və müşayiət edən qruppanın üzvü oldum. 94-cü ilin mart ayında ancaq mən 3 səfərdə olmuşam onu ilə. Təsəvvür eləyirsən? Bəli. Çin, Türkiyə, İngiltərə. Sonradan başladı. İldə bir 5, yox 10 dəfə biz harasa getdik. Hətta mənə nəsib oldu ki, mən Cənab Prezidentimizlə Məkkə ziyarətində oldum və mən müqəddəs Kəbənin içinə də daxil ola bildim və bu üzük 20 neçə ildir? 94, 2004, 30 il mənim əlimdədir. Nə sınıb eləyib, nə itib, nə qopub. Və bunu mən Mədinədə aldım. Həzrəti Peyğəmbər əleyhissalamın qəbrinin qabağında bir lafka var idi. Orada çıxanda bunu mən aldım. Biz qəbrə getmədik, qadınlara qoymurlar, bilirsən. Bəli. Biz oturduq orada. Bir otaqda bizi otuzdurdular. Mən idim, Amalya Panaxova, Zeynəb xanlar və Mehriban xanım idi əlbəttə ki. Biz orada oturmuşduq. Gözləyirdik ki, Heydər Əliyev və İlham Əliyev gəlsinlər. Və orada mən dedim ki, bu üzüyü alacağım, taxacağım və bundan sonra Allaha inanan, çox Allaha inanan insan olacağım. Və bu üzü məni qoruyur. Harasa gedəndə səyahətə, bunsuz getmirəm. Deyirəm ki, bunu ilə mənə heç nə ola bilməz. Və o vaxtı çox maraqlı Heydər Əliyev xüsusiyyətlərini mən izləmişəm. Heydər Əliyevin həyatsevərliyi, güclü yumoru var idi. Həmişə də nə də qədər də çətin olsa danışıqlar, nəsə bir ağır, o mütləq bizə həm diqqət yetirərdi, həm də belə zarafatla bizə müraciət eləyərdi ki, bizim könlümüz açılsın, bizə maraqlı epizodlar verərdi ki, mən deyirəm, siz bizim çörək ağacımızsınız. Siz olmasa bizdən heç də yazmağa da bir şey olmur. Bir də İtaliyada senata qoymadılar bizi. Mən də biraz dilli dilavərli oyunla deməli, ərkim çatırdı, qaçdım qabağına. Nə olub? Deyirəm, edək, bizi heç yana qoymurlar. Mən də o vaxtda Svoboda radiosunda işləyirdim. Mənə lazım idi ki, mən deməli, operativ məlumat yetirim. Axı bizi qoymadılar. Başqa yerə də qoyanda 2 dəqiqə qoyurlar, çıxırlar. Protokol üçün televiziya bəsdir. Axı mənim üçün bəs deyil, mən bilmirəm siz nədən or. Güldü, qəhqəhə çaxdı. Hə, sən elə bilirsən, Elmira, hamı mənim kimidir. Hamı mənim kimi sizə şərait yaradır. Hə, burada belədir. Amma siz jurnalistlər üçün, siz gərək başa düşərsiniz ki, burada başqa cürədir. Sizi qovururlar qapıdan, özün dedik. Siz pəncərədən girməlisiniz. Bax, bunu biz mütləq və mütləq özümüzün həkk elədik başımıza ki, siz pəncərədən girməlisiniz. Harada istəyirsən ged informasiya. Mən sizə hamıca verirəm, doyunca verirəm. Amma başqa mən indi senata deyə bilməyəcəyim ki, mənim jurnalistlərimi qoyun. Bax, belə maraqlı əhvalat olub. Elmira xanım, təşəkkür edirəm sizə cavablar üçün, gəldiyiniz üçün. Çox sağ olun. Və bu məlumatları mən elə gəlir çox az mənbələrdən ala bilərdik. Bəli, mən tövsiyə eləyərdim bizim oxucularımıza ki, mənim kitablarım kitab mağazalarda, Book Center'da, Prezident mağazasında var o deməli Fontanlar meydanında və başqa yerlərdə Zərifə və Heydər 3 illik əsərim. İndi Allah qoysa bu kitablarda Mədəniyyət Nazirliyi qoyar hər halda biraz satışa. Ona görə xahiş eləyirəm, alın, oxuyun və Heydər Əliyevin həqiqi obrazını bilin, çünki məndə doğrudan epizodlar çoxdur, maraqlı əhvalatlar çoxdur.
su demək olar ki, yoxdur, boş tərif demək yoxdur. Çünki insanı gərək sözlə yox, əməldə onun hərəkətlərində göstərərsən ki, maraqlı olsun. Çox demək olar ki, Hidəv dahilidir. Hamımız bilirik ki, amma dahiliyi nədə görsənirdi? Hansı epizodlarda, hansı dramatik vəziyyətlərdə? Bu kitablarda bundan nə qədər istəyirsən var. Elmirə xanım, təşəkkür edirəm və dinləyicilərimizə xatırlatmaq istəyirəm ki, qonağımız Azərbaycan Respublikasının xalq yazıçısı, jurnalist, bədii tərcüməçi, ədəbiyyatşünas Elmirə Axundova idi. Bugün 12 dekabr ümumilli lider Heydər Əliyevin anım günüdür. Ulu öndər Heydər Əliyevə Allahdan rəhmət diləyirik. Azərbaycan xalqı olaraq yalnız mədəniyyət sahəsində deyil, bütün istiqamətlərdə gördüyü böyük işlərə görə, ölkəmizə verdiyi misilsiz töhfələrə görə ona dərin minnətdarlığımızı ifadə edirik. Gələn həftənin cümə günü görüşərik. Sağ olun, sağlıqla qalın.